Qışda təzə lobiya dadı istəyirsinizsə, indi hazırlamağın tam vaxtıdır. Mən 5 kiloqram lobiya ilə hazırladım. Gəlin necə saxladığımı göstərəcəm. Lobiyaları təmizləyirəm və bu formada doğrayıram və bol suda yaxşı yuduqdan sonra üzərinə su əlavə edirəm. Yarı bişmiş halda götürəcəm və bişənə yaxın üzərinə duz əlavə edirəm və qarışdırıb götürürəm. Duz zövqə görədir, qatmaya da bilərsiniz. Lobiya biraz bişdiyinə görə mən süzgəcə əlavə edirəm və suyu süzülənə qədər orada gözlədirəm. Suyu tam süzülüb soyuduqdan sonra üzərinə duru yağ əlavə edirəm və qarışdırıram. Pingvin paketlərə yığıram və buzluğa yerləşdirirəm. Həm bu halda az yer tutur, dadı da çox gözəl qalır. Bişməmiş halda qoyduqda rəngi qaralır və dadda dəyişiklik olur. Bu halda lobiyaları hazırlayıram və buzluğa yerləşdirirəm. Qışda könül rahatlığı ilə götürüb istifadə edə bilərəm. Mənim əsasən qışda könlümə lobiya düşür və bu halda hazırladıqda inanın çox gözəl qalır. Siz də hazırlayın. Kanala abunə olmağı, videoları bəyənib izləməyi unutmayın. Dəyər verib izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Sağ olun.